Qazaxda fərdi yaşayış evində partlayış baş verib. Kanal 21 xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon yanğından mühafizə hissəsinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 50 kvadrat metr olan fərdi yaşayış evində ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Partlayış nəticəsində evə ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Evin yiyəsi qız yaşayır, qonşu yox biz. Deyir ki, qazı açdım, qapını, o bir otağın qapısını açanda partlayış oldu. Partlayış nəticəsində də gördüyünüz kimi bizə də xəsarət olubdur. Yəni evimizin demək olar ki, yox səviyyədə bu çuxdur ev. Siz qonşusunuz? Biz qonşuyuq, qapı qonşuyuq. Yəni mağazindəki onun kimi, mağazindəki bərbad vəziyyətdədir. İndi evləriniz qəzalıdır hazırda. Bəli, hal-hazırda qəzada. Hələ ki, o mümkün deyil. Yəqin ki, bizim başqa yerdə qalırıq, amma arada gəlib burada da qalır. Qazax rayon mərkəzi xəstəxanasından Kanal 21-in sorğusuna cavab olaraq bildirilib ki, bugün saat 15:00 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər qadın xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 1975-ci il təvəllüdlü şəxsə solğun il sümüyünün aşağı 3,1-nin sınığı və gövdənin 1-ci dərəcəli termik yanığı, 1974-cü il təvəllüdlü şəxsə isə hər iki diz qapağının səthi travması və sol əlin ovuc sətinin sıyrılmış, cızılmış yarası diaqnozu təyin edilib. Hazırda pasientlərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.